qumar gedir ki, türmənin içində? Hər gün qumar gedir. Aha. Orada qumar olmasa, orada o vəziyyət deyilən şey ola bilməz. Əsas qumarlandır. Ona görə ki, oradan çıxan pul oğruya gedir. Qumar çox ağır bir şeydir də. Qumarda keçilmək söhbəti yoxdur ki, məsələn, ayın 30-u günü axşam saat 12-yə kimi istəyir 1 milyon olsun, istəyir 1 manat olsun, 12-yə kimi bağlanmalıdır. Kağızda orada xətt çəkilməli ki, bu adam bağladı pulu. Mənim başıma elə şeylər çox gəldi orada. Mən orada gəldi, cavan uşaqlar gəlib düşürdü 20 yaşında, 21 yaşında. Orada da limitləndir. Məsələn, təzə gələn adama deyirlər ki, 100 mindən artıq oynamaq olmaz. 100 mindən artıq oynama. 100 minə kimi uduzmursansa dürüst ol da. Kartla oynayırlar yoxsa nə ilə oynayırlar? Hə, kartdır, əsas kartdır. Var poker, əsas poker oynanır. Bir də 21 deyilir. O Azərbaycanda yoxdur o oyun. Ancaq Rusiyanın türmələrində olur. Orada da elə bir şeydir ki, qardaşım, sənə bir ay verirlər. Sən bir ayın içində sənin o taskovka deyirlər. O taskovkanda 1 manat aşağı, 1 manat yuxarı olsa sənin özü üçün böyük problem olur. Ya sən vurulmalısan, getməlisən. Orada vurulmuşların barakı olur bizə. Problemi olan adamların barakı olur. O ki... Üzdən iraqlar. Yox, üzdən iraqlar başqa şeydir. Aha. Bir də canım səhədəsin. O patsamliyini deyirlər. O adamın elə bir ki, problemi var. O problemi olduğuna görə atmırlar o üzdən iraqların içinə. Düzdür. Qumarda tavanı çönən avtomatik gedir üzdən iraqların içinə. Ona görə də qardaşım, elə neçə oyunlar olurdu. Ayın axırıdır, mən bütün adamları göndərirdim. Orada mənim yanımda 5-6 nəfər vardı, gedirdi onlar pulları yığmağa. Bizə kart var da, karta perevod edirlər. Saat 12 keçdi, o göndərsən, oğrunun köməkçisi olur. Kağızı çəkirsən ki, məsələn, bu qədər, bu ayın ərzində bu qədər adam oynayıb, adları, familiyaları, məsələn, bu qədər pul uduzmuşdular, bu qədər pul udmuşdular. Bunlar bu, göndərsən o kağızı ona, o da sənə kart var, kartda verir, o pulu perevod elətdirsən, kartı. Ayın 1-dən təzə oyun başlayır, düz ayın 30-una kimi. Tavanın bağlamayan adamdır ki, odur ki, ona fufloşk deyirlər. Fufloşk o deməkdir ki, sən necə, o da üzdən iraq kimi bir şey gedir. Üzdən iraq olmayan yerdə, üzdən iraq yoxdursa, tualetdir, yerdir, təmizlikdir, zatdır, onlar edirlər.